mən İmam Hüseyni özümə imam seçmişəm. İmam Hüseyn necə təvəssül eləyir? Bir peyğəmbərlə danışdı. Ölüdür, ölü kimi baxmayıb peyğəmbərə. 2, deyir, ilahi, səndən istəyən bi haqqil qəbr. Bu qəbrin haqqına xatır. Boş qəbrin özü. Diqqət elə. Və mən fihi. Və o kəs ki, bu qəbrin içindədir. Və o kəs ki, bu qəbrin içindədir, onun haqqını səndən istəyirəm. Allaha and verir. And verir İmam Hüseyin əleyhissalam. Bir, qəbrin özünə. Əslən, çünki bu qəbir peyğəmbərlə bağlı bir şeydir. Artıq müqəddəslik var bunda. Artıq bir müqəddəslik var. Deyir, bu qəbrin xatirinə Allah. Ona görə, məsələn, bir yerdən, məsələn, zəmzəm suyu getirəndə, ya Əli əleyhissalam evinin Küfədə quyusunun suyundan getirəndə, deyirlər, ilahi, bu, məsələn, Əli əleyhissalamın evinin, həyətinin suyu, quyusunun suyudur, Əli ilə qazdığı quyunun suyudur. Bu suyu ki, Əli əleyhissalam bu quyuya Əli deyib, bunun bərəkətinə, bunun təbərrükə